Hazırlanması cəmi 5 dəqiqə vaxtınızı alacaq. Dadlı, ləzzətli zoğal tutması hazırlayıram. Əvvəlcə onu qeyd edim ki, zoğal tutması üçün mütləq zoğal alarkən çalışın ki, bir qədər bərk zoğallar alın, tam yetişmiş zoğallardan istifadə etməyin. İstifadə etdiyimiz 1 kiloqramlıq, 750 qramlıq bankaların hər birinə zövqə görə 2-3 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı əlavə edirik və bankalarımızı dolana qədər bərk zoğallarla doldurub, içərisinə zövqə görə 2 ədəd mıxək, 5-6 ədəd dənəvər qara istiot, 1 kiloqramlıq bankanın içərisinə 1 çay qaşığı yarım duz, digər ondan biraz kiçik bankanın içərisinə isə 1 çay qaşığı duz əlavə etdim və hər birinə 1 çay qaşığı şəkər tozu əlavə edib, üzərlərinə yarım çay qaşığı da 70%li uksus, yəni essensiya əlavə edirik və üzərinə hardasa bir 40 dərəcə istilikdə olan çaydanımızdan qaynanmış su əlavə edib qapaqlarını bağlayırıq, qarışdırıb sərin yerdə qışa saxlayırıq. Hazırlayan hər kəsə nuş olsun.